Bugün növbəti əməliyyat icra elədiyimiz əməliyyat kəskin öd daşı diaqnozu ilə laparoskopik xolestektomiya əməliyyatı icra elədik. Keçən həftə bir gündə 4 əməliyyat öd, yəni laparoskopik xolestektomiya əməliyyatı icra eləmişdik. Bugün də indi biri palatadadır xanım olaraq, bu da kişi xəstəmiz. İkinci öd əməliyyatını icra elədik. Əməliyyatımız yekunlaşdı. Xəstəmiz daha öncə laparotomiya, appendektomiya, peritonit diaqnozundan əməliyyat olunur. 3 il öncə kişi xəstəmizdir. 37 yaşındadır. Biz o bitişmələrə baxmayaraq laparoskopik əməliyyatımızı icra elədik. Əməliyyatımız uğurlu keçdi. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.